11-ci evimizi Nərmin xanımın dəstəyi ilə hazırladıq. İnqilabda Nərgiz klinikasının yaxınlığına gedək evimizi yerləşdirək. Əməlli başlı kişi bir sənin qalır. Ev var, yemək də var. Bilirsən? Bu evimizi 2 ayaqlı və 4 ayaqlı ziyanvericilərdən qorunacaq şəkildə tam gətirib yerləşdirdik. Otaqları 2 hissəyə böldük. Girişləri yan tərəfdən elədik ki, itlərdən qorunmaq üçün kişilər bu hissədə yata bilsinlər. Soyuqdan da qorumaq üçün içini termoizolasiya ilə düzlədik. Bütün şərhlərinizi şəxsən özüm tək-tək oxuyuram. Videomuzu bəyənin, çoxlu-çoxlu şərh yazın və videomuzu paylaşın.